Tibb Mərkəzi əsasən nevroloji və qismən ortopedik xəstəliklərin müalicəsi ilə məşğuldur. Klinikada bundan başqa terapevtik, kardioloji, artroloji və uşaq xəstəliklərinin müalicəsi də həyata keçirilir. Nevroloji xəstəliklərdən ən çox disk yırtıqları, osteoxondrozlar, protruziyalar, keçirilmiş insultlardan sonraki reabilitasiyalar, uşaq serebral iflicilərində əzlə zəifliyini aradan götürmək üçün müalicələr tətbiq olunur. Disk yırtıqlarının müalicəsinin Artromed Tibb Mərkəzində özəllikləri var. Artromed Tibb Mərkəzində disk yırtıqları əməliyyatsız müalicə olunur. Bunun üçün Fotonik 500 lazer terapiya aparatından, Termator 250 aparatından və fermentativ preparatlarla super elektroforezdən istifadə olunur. Lazer terapiyanın hesabına onsuz da dehidratasiya olmuş pulpoz nüvənin həcmi daha da azalır və bunun nəticəsində yırtıq kütləsinin ölçüsü azalmış olur. Artromed Tibb Mərkəzində disk yırtıqları əməliyyatsız müalicə olunur. Bunun üçün Fotonik 500 lazeroterapiya, Termator 250 aparatlarından və fermentativ preparatlarla super elektroforezdən istifadə olunur. Lazeroterapiyanın hesabına onsuz da dehidratasiya olunmuş pulpoz nüvənin həcmi daha da kiçilir və bunun da nəticəsində yırtıq kütləsinin ölçüsü azalmış olur. Termator 250 aparatı ilə aparılan müalicədə həmin yırtıq kütləsinin kökçük sinirləri ətrafında yaratdığı ödəmləri aradan götürmək olur. Fermentativ preparatlarla super elektroforez metodunun köməyi ilə həmin yırtıq kütləsinin əriməsi baş verir. Bütün bu üç proseduranın hesabına yırtıq kütləsinin həcmi azalır və konservativ şəkildə müalicə edilmiş olur. Keçirilmiş insultlardan sonra və uşaq serebral ifliclərində əmələ gəlmiş əzələ zəifliyi zamanı, oynaqlarda əmələ gəlmiş hərəkət məhdudiyyəti zamanı klinikamızda xaricdən gətirilmiş, addım yer dəyişməsi yaradan avtomatlaşdırılmış stoldan və mexanoterapiya aparatlarından istifadə olunur. Aşağı ətraflarında heç bir hərəkəti olmayan xəstələri avtomatik addımlama aparatında yerləşdirilir və süni şəkildə addım yer dəyişməsi yaradılır. Bu aparatın köməyi ilə xəstə təxminən 20 gün müalicə aldıqdan sonra qismən də olsa onun addım atması müşahidə olunur. Mexanoterapiya aparatlarının köməyi ilə travmatik nevritlər, uşaq serebral iflicindən qalan əzələ zəifliyi aradan götürülür. Mil bilək oynağında olan əzələ zəifliyi Maestro aparatı vasitəsilə, dirsək çiyin oynağında olan hərəkət məhdudiyyəti Centro mexanoterapiya aparatı ilə, aşağı oynaqda hərəkət məhdudiyyətini isə Prima XL aparatından istifadə etməklə aradan götürülür. Klinikamızda Amerika Birləşmiş Ştatlarından gətirilmiş dartma aparatı vardır. Bu aparat Triton traksiya aparatı adlanır. Bu aparatın başqa aparatlardan fərqi odur ki, burada dartma prosesi ritmik şəkildə aparılır və xəstəni istənilən üfüqi vəziyyətdə qəbul etmək mümkün olur. Bu aparatın xüsusi proqramı vardır. Həmin proqram mənim tərəfimdən verilir. Xəstənin boyu, çəkisi və həmin devirdə onun xəstəliyinin statusu nəzərə alınmaqla xəstəyə müəyyən şəkillərdə dartma əməliyyatı həyata keçirilir. Artromed Tibb Mərkəzində müxtəlif növ xəstəlikləri müalicə eləmək üçün elektroterapiya aparatları, o cümlədən darsanval, maqnitoterapiya, ultrasəslə müalicə və qalvanizasiya aparatları var. Klinikada masaj və idman gimnastikası da tətbiq edilir. Ağ naftalan və parafindən istifadə eləməklə istilik müalicəsi aparılır. Duzlaq otağı ağciyər xəstəliklərinin, o cümlədən bronkitlərin, bronxial asmanın müalicəsində geniş tətbiq olunur. Ortopedik xəstəliklərdə birinci və ikinci dərəcəli sklerozların müalicəsi ilə məşğul oluruq. Bu xəstəlikləri həddəbuluq dövrünə qədər müalicəsinə tam zəmanət veririk.
Bu xəstəliklərin müalicəsində klinikamızda Respublikada ancaq Artromed Tim mərkəzində olan KF-7 və Spesvalans 3D aparatından istifadə olunur. Bu aparatların köməyi ilə onurğa sütunu boyunca massaj, manual terapiya və dartma eyni vaxtda KF-7 aparatında həyata keçirilir.